Soyuq dekabr günü gecə saatlarında yaşlı bir Ağdaş sakini Kür çayının kənarı ilə addımlayarkən görür ki, çayla asta-asta nəsə üzür. Yaşlı kişi naməlum obyektdən şübhələnir, yaxınlaşanda onu meyidə oxşadır. Naməlum obyekt çayın sahilinə yaxın üzdüyündən kişi çomaqla onu kənara çəkir və görür ki, həqiqətən də meyitdir. Həmin yaşlı kişi meyidi dartıb sahilə çıxarır, bəlkə də başqa bir adam olsaydı meyitdən qorxardı. Həmin kişi isə təsadüfən mürdəşir idi, yəni meyit yuyan idi və o meyidi nəinki yaxından, uzaqdan da tanıyırdı. Mürdəşir kişi meyidini sahilə çıxarır, ətrafdakı adamlara xəbər salır, beləcə hüquq mühafizə orqanlarına xəbər yetirilir. Müstəntiq və ekspert meyidə baxış keçirir. Ekspert müəyyən edir ki, meyit təxminən 2 aydır ki, sudadır. Bəlkə də Kürə də başqa bir çaydan axıb gəlib. Çünki 2 ay az vaxt deyildi. Məsələ bu idi ki, meyit təsadüfən ölən şəxsə aid deyildi. Ekspert deyirdi ki, həmin şəxsə əvvəlcə pnevmatik, yəni qaz tapancasından atəş açılmışdı. Daha sonra isə nə az, nə çox 117 bıçaq zərbəsi endirilmişdi. İlk baxışdan da bəlli idi ki, meyidin kimliyinin müəyyən olunması çətin olacaq. Çünki meyit demək olar ki, çürümüşdü. Onun barmaq izlərinin götürülməsi də asan olmayacaqdı. Çürümüş, dərisi soyulmuş barmaqdan kimliyin müəyyən olunması da həmin zaman Azərbaycanda mümkün değildi. Bu yalnız Moskvada mümkün idi. Meyidin üzərində aparılan ilkin baxış zamanı onun cibindən bir lotereya bileti tapılır. Biletin üzərində kiməsə məxsus əl yazısı da diqqət çəkirdi. Biletin üzərindəki nömrələr qeydə alınır və həmin nömrə üzrə məlumat almaq üçün Daxili İşlər Nazirliyinə göndərilir. Az əvvəl qeyd etdiyimiz kimi, meyidin barmaq dərisi suda qalma nəticəsində soyulmuş, bu da daktiloskopik ekspertizanı mümkünsüz eləmişdi. Müstəntiq Bəhram Feyzullayevin ilkin fərziyyələrindən biri öldürülən şəxsin kriminal aləmə mənsub olması ilə bağlı idi. Bunun üçün də barmaq izlərinin götürülməsi işin üstünü birbaşa açmaq demək idi. Çünki biz indi şəxsiyyət vəsiqəsi, pasport yeniləyəndə hər kəsin barmaq izləri götürülür işin rahatlaşdırılması üçün. Həmin zaman isə Azərbaycanda yalnız cinayətkarların və cinayət aləminə məxsus şəxslərin barmaq izləri götürülürdü və saxlanılırdı. Müstəntiqin fərziyyəsi düz çıxsaydı, yəni bu şəxs doğrudan da kriminal aləmə məxsus adam olacaqdısa, o hansı kriminal münaqişədə öldürülübsə, demək onun barmaq izi dövlətdə var. Bunun üçün meyidin barmaq izi nəyin bahasına olur olsun təyin olunmalıydı. Həmin vaxtlar Moskvada fəaliyyət göstərən ekspertiza institutunda isə hətta çürümüş əlin hissələrindən belə barmaq izlərini müəyyən etmək mümkün idi. Ekspertlər məsləhət verir ki, əgər meyit çürümədən, tam çürümədən Moskvadakı ekspertiza bürosuna çatdırılsa, barmaq izlərinin bərpası mümkün ola bilər. Məhkəmə tibbi ekspertlərinin tövsiyəsi ilə meyidin əlləri kəsilərək spirtə salınır və spirt qutusunda ekspert Fərrux Heydərovun vasitəsilə gecə saatlarında Moskvaya yola salınır. Əllər Moskvaya getməkdə olsun, biz istintaqçıların yanına qayıdaq. İstintaqçılar düzgün təxmin eləmişlərmiş. Çürümüş əllər bir cinayətkara məxsus idi. Moskvada ekspertlərin üzə çıxardığı izlər dəfələrlə tətik sıxmış barmaqlara, yəni bıçaq tutmuş əllərə məxsus idi. Bəli, meyit əvvəllər dəfələrlə məhkum olunmuş Bakı sakini Bakıxan Bədirxanova məxsus idi. Bunu bildik. Lakin o dəfələrlə məhkum olunubsa belə, bəlkə də cinayət başında öldürülübsə belə, cinayət işi mütləq açılmalıdır. Yəni, ölən şəxsin əvvəllər cinayət törətmiş olması bu fakt istintaqçıların bu qətlə laqeyd yanaşmasına haqq qazandırmır. İstintaq tam gücü ilə davam edirdi. Meyidin kimliyi müəyyən olunduqdan sonra bu işi kimin yaxud kimlərin törətməsi tapılmalıydı.
Bu arada Daxili İşlər Nazirliyi lotereyanın üzərindəki rəqəmlərin telefon nömrəsi ola biləcəyini düşünür və bu ardıcıllıqla bütün mümkün versiyalar yoxlanılır. Nəhayət, Belarusiyada yaşayan bir qadın telefon nömrəsini yaxın vaxtlarda Bakıdan olan Bakıxan Bədirxanov adlı bir şəxsə verdiyini etiraf edir. Qız istintaqa dəvət olunur. Təxmini təqdimatları ilə Bakıxanın ətrafı son zamanlar oturub durduğu şəxslər müəyyənləşdirilir. Yəni Belarus qızın təqdimatı ilə. Həmin şəxslərin hər biri əlaqələri və hərəkəti izlənilir. Səhər evdən çıxandan axşama qədər hər hərəkəti qeydə alınır. Həmin günlərdə izlənilən şəxslərdən birinin Rostova bilet aldığı bəlli olur. Həmin şəxsi polis dindirəndə o özünü saxlaya bilmir, yanındakılardan birinə deyir ki, deyəsən, axırımız çatdı. Hərçənd bu zaman istintaqçıların əlində həmin şəxslərlə bağlı əsaslı bir sübut yox idi. Lakin o adamın bu sözü deməsi istintaqçıların inandırır ki, onlar düz yoldadırlar. Uzun dindirmələrdən sonra həmin şəxs Rəhman Rəhimov hadisəni etiraf edir. O bildirir ki, Bakıxanı digər cinayət ortaqları ilə birlikdə öldürürlər. Beləliklə, Rəhimov və Abbasov Bakıxan Bədirxanovla birgə cinayətkar qrup yaradaraq ev yarmaqla məşğul imişlər. Növbəti oğurluq əməliyyatlarında oğurladıqları zinət əşyalarını Bakıxan Bədirxanova verirlər ki, satsın və pulu aralarında bölsünlər. Bakıxan isə qızılları satır, onlara heç nə vermir. Rəhimov və Abbasov da düşünürlər ki, bunu Bakıxanda qoymaq olmaz, gərək onu öldürsünlər. Bunun üçün də Bakıxana zəng edərək öz dillərində deyirlər ki, Yevlaxda yağlı bir ev var, gəl. Bakıxan Yevlaxa gəlir, restoranların birində yeyib içdikdən sonra onlar Bakıxana deyirlər ki, həmin evə piyada getməlidirlər. Beləliklə, piyada gəzə-gəzə Yevlaxdakı yun zavodunun yaxınlığına gəlirlər. Orada öncə Bakıxan Bədirxanovu girgahından pnevmatik tapanca ilə vururlar. Daha sonra isə 117 dəfə bıçaqla vururlar və meyidini İncə çayına atırlar. Meyidi 2 ay ərzində görən olmur. Meyid İncə çayından axır, Kür çayına çıxır. Yevlaxdan Ağdaşa qədər gəlir. Moskva, Belarusiya, Bakı, Ağdaş, Yevlaxı əhatə edən bu hadisənin üzə çıxarılması üçün yüzlərlə şəxs dindirilir. Üzləşdirmələr aparılır, yüzlərlə adam izlənir. Nəticədə isə qətl hadisəsi bütün detallarına qədər araşdırıla bilir və məhkəməyə verilir. Cinayəti törədən şəxslər Rəhimov və Abbasov məhkəmə tərəfindən müvafiq olaraq 14 və 15 il müddətinə azadlıqdan məhrum edilir. Sizə isə bu kimi məhrumiyyətlər və cinayətkarlardan uzaq qalmağı arzulayırıq. Salamat olun.